Deyirəm ki, ölüm halları daha çox çoxalır. Çox maraqlıdır ki, mən özüm müşahidə etmişəm, belə biraz da araşdırma aparmışam. Ölümə meylli daha çox kişilərdir. Görürsünüz, dəfələrlə rast gəlir ki, filan kişi özünü yandırdı, filan rayondan olan filan kəs, yəni kişiləri deyirik də, özünü asdı, özünü, nə bilim, digər də intihara meyillidirlər də. Yəni bunu demək istəyirəm ki, kişilər çox intihara meyillidir. Bəlkə də o sosial durumun aşağı olması, maddiyyatın aşağı olması, qadınlar biraz dözümlüdür, kişilər bunu dözə bilmir də. Məsələn, axşam evə gələndə siz ki, cüzdanında, çantasında, cibində pul olsun. Gələndə uşaqlar gündüzdən sifariş verir, ata, mənə nəsə alarsan, onları ala bilmədiyinə görə qarşıdurmalar yaranır, işlədiyi müəssisədə, təşkilata rəhbərliklə. Ona görə onlar dözə bilmir buna. Çünki mənim ətrafımda olanlar da var. Baxıram ki, yəni kişilərdən danışıram, oğlanlardan ki, onlar bizi kimi dözümlü deyil. Məsəl üçün, görürəm ki, belə usanır, qorxur, hiss edirəm ki, artıq belə dayanıb da, belə tüklədim şeyə pıkıb, dünyadan pıkıb. Yəni, mən bəzən onlara məsləhət verirəm, biraz səbirli olun, biraz zamana buraxın. Deyirlər, Sara xanım, nə qədər biz hər şeyi zamana buraxaq və Oğuzda 3 gün əvvəl itkin düşən şəxsin asılmış meyidi tapılıb, unikal. AP istinadən xəbər verir ki, hadisə bugün səhər, yəni saatlarında rayonun Muxas kəndinin İnzibati ərazisinin Dağlı Ərazda qeyd alınıb. 32 yaşlı Camal Marif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun 3 gün əvvəl evdən çıxaraq geri qayıtmadığı açıqlama edilibdir. Bəli, artıq Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. Təbii ki, son anda məlum olacaq ki, banka borcu var, kiməsə borcu var. Yəni, məhz sosial durumu, maddiyyatı aşağı olduğu üçün mən belə düşünürəm ki, bax, intihar özünü intihara aparır.